bir elm adamının, bir filozofun, bir filologun, bir folklorçunun, bir tarihçinin yubileyini qeyd etmiş. Hər adamın yubileyi əzizdir, onun ailəsi üçün, ətrafında olanlar üçün. Amma bu yaradıcı insanların əhatə dairəsi böyük olur. Həm onların yazı dairəsi böyük olur. Yaradıcı dairəsi və onların tanınma dairəsi də böyük olduğu üçün insanlar, elm adamları, sənət adamları, yerlilər, mədəniyyət adamları yığışırlar və Vahid də bu cür, bizim Vahid Ömərdə bu cür layiqli bir torpağın yetişdirdiyi ən layiqli şəxsiyyətlərdən biridir. Mən torpağı dedim çünki insanın doğulduğu kənd çox mühümdür. İnsanın doğulduğu küçə çox mühümdür. Çünki orada o formalaşır, orada yetişir, orada adam olur, dünya oradan çıxır. Və bizim də çox gözəl Kosalı kəndimiz, Qarayaz rayonunun indi Qardavarda Kosalı kəndimiz çox istedadlı insanlar yetişdiribdir. Sənət adamları, el adamları, təsərrüfat adamları, qəhrəmanlar, onlardan heç şübhəsiz biri də Vahiddir. Və Vahid o torpağa borcunu ödəyir. Çünki adam yarandığı torpağa, yarandığı ailəyə, yarandığı yerə həmişə borçludur. Oradan çıxırsa və buradan təvəqqə oxudular. Məsələn, başladı o kimliklər, milli kimliklər deyil, hansı ki, çox insanın kimliyi olan kimi, milli kimlikdə də mühüm bir göstəricilər var, indikatorlar var. Nələrin əsasında milli kimlik müəyyən olur. Bunun birinci yerində dil durur. Yəni, bir Azərbaycanlıdan söhbət gəlsə, Azərbaycanlı o dili deyəndə artıq çox iddiası ola bilmir. İkinci yerdə heç şübhəsiz farklı olur. Çünki xalqın həm əxlaqı, həm düşüncə tərzi, həm həyat tərzi onun farklarında oturur. Yəni, Dədəqorluqda, Koroğluqda, Aşıq Qəribdə, Əsli Kərəmdə baxanda gözün onun içində bir Azərbaycan xalqı otururdur. O baxımdan folklorçu kimi başlamaq Vahidə çox böyük üstünlük verir və mənim dedim, çıxandan sonra yollar ayrıla bilir. Vahid fəlsəfi Camal müəllimin, bizim böyük görkəmli filozofluqlarım, Camal müəllimin tələbəsi olubdur və folklorda əxlaq təcəssümü haqqında çox gözəl iş yazıbdır. Vahid kimi enerjili və çox ünsiyyətçi, çox oxuyub çalışan adam bir yerdə sabitləşə bilməz. Yəni, mən folklor deyəndə belə ömrüm boyu folklorda edim, elə deyir. O, axtarır həmişə və axtardığı sahələrdən biri də çox ciddi tarixdir. Yəni, tarixdə adətən tarixləri ayrılırlar, bir deyirlər makro tarix. Məsələn, makro tarix nədir? Dünya tarixi, Avropa tarixi, Asiya tarixi, ölkəli tarixi, məsələn, Azərbaycan tarixi, bu makro tarix. Bir də var, mikro tarixlər var, tarix var ki, məsələn, bir şəhərin tarixi. Sara xanım Aşoğlu Bakı tarixi, yazmışdı, möhtəşəm görəsən, və yaxud bir kəndin tarixi, bir evin tarixi, bir nəslin tarixi, bu olmasa o makro tarixi başa düşmək olmur, onun içindəki çox ciddi işlənmiş mikro tarixlər olmaz. Əslində, ədəbiyyat bədiyyət edir. Müəyyən mənada mikro tarix bir hadisəni, bir qəhrəmanı, bir ətrafı götürüb təsir edirlər. Ona görə deyirlər ki, Fransız 19-cu əsr Fransanı başa düşmək üçün Balzac oxumasa başa düşməzdir. Baxın, tarixçini demirlər. Balzac oxumasa çünki Balzac o dövrün bütün mənzərəsini, ailə mənzərəsini, mənəviyyatı, sosial mülkü təsvir edirdi. Və bu baxımdan Vahid çox gözəl, çox möhtəşəm bir mikro tarixlə məşğulluqdur və mərkəzində də bunun Qarayazı dayanır. O Qarayazı tək tarix bölümündə deyildiyi kimi ensiklopedik bir yazıdır. Orada
tarix var, orada folklor var, ədəbiyyat var, orada təsərrüfat var və hər var. Amma onu nöqtə və nöqtə işləyir. Vahid bir qapıları gəldik, bir var kitablar var. Kitablarda çox şeylər yazılıb, məqalələr yazılıb, monoqrafiyalar yazılıb, gürcü yazılıb, Azərbaycanlı yazılıb, xarici yazılıb. Onlardan əhz edirsən, onları ümumiləşdirirsən, təhlil edirsən, bu məsələnin bir tərəfi. Amma sən lokal tarifi yazırsansa, məsələ o bir ailələrə gedib, bir dəqiqləşdirib məsələni. O, xüsusən bizim 20-ci əsrin 20-30-cu illəri çox qeyri-adi dərəcədə belə deyək ki, maraqlı, qarışıq tarix çünki Sovetlər gəlir, Sovetlər gələndən sonra məsələ əvvəlcə bu yeni iqtisadi siyasət var idi, yəni əvvəlcə fikirləşlər ki, çox böyük haykü eləməsinlər, adamlara imkan versələr ki, yaşasınlar, gedin, yaşayıb belə və insanlar zəngini sonra 29-cu ildə ciddi sürətdə yox, qulaqlar, borcamaqlar, bunların ləğv olunması və bu hadisə bütün keçmiş Sovetlərdə ən çox belə deyək, danışılan Gürcüstanda və Gürcüstanın Azərbaycanlar yaşayan yerlərində olur. Bir də Azərbaycanda o qaçaq hərəkatı, hansı ki, kənd, şəhər və bir-birindən onlar necə əlaqələrlər, vahid onları çox, yenə deyək ki, onları gedib ailə onların üzərində işlədi bir nəzəri məsələlərdən başlayır. Bir var, arxivdə işləyəcək. Məsələn, mən də gedib o bir dəfə Gürcüstanda Zaq Federasiyanın arxivində işlədim və mən arxivdə işləyənə qədər mənə gəlirdi ki, xalq danışanda bir adamından, qəhrəmanından çox zaman onu şişirdi, ideallaşdırıb elə böyürür. Gördüm ki, arxivdə işləyəndə iki tərəfi də var, şişirdilən tərəfi də var. Amma cəmaatın başa düşmədiyi, qeyri-adi dərəcədə iri miqyas almış bir şeylər də var ki, təsəvvür edin ki, bizim qaçaq hərəkatı, adlar çəkilə, Beriya, Stalin, vurulan teleqramlar, dedilər, biz onu belə deyək ki, nəşr edəyik, mən də nəşr edim. Bax, vahid o məsələdə o qara yazı kitabını o çox ciddi yazmaqla qeyri-adi bir iş gördü. O kitab indi hamının o tərəfdən olanın, o yerlə maraqlanan adamların hamının əlinin altında olan kitab. Siz o tərəfdən maraqlanırsansa, o kitabsız durmaq mümkün deyil. Vahidin burada tələbə dostu danışdı. Tələbə dostlar, tələbələr bir-birini çox yaxşı tanıyırlar da bir-birilər. Amma biz də kənd dostuyuz, kəndçi, eyni kəndçi. Kənd çox mühüm şeydir. Jean-Jacques Rousseau'nun bir Emil və onun tərbiyəsi kitabında bir sözü var. Deyir ki, insan birinin bəxtindən şəhərdə doğur, biri ki, kənddə doğur. Heç kimə deyə bilmək, heç bir də üstünlük deyil. Biri kənd, biri şəhər. Amma deyir, kənddə doğulan onsuz da məcburdur gedib şəhəri görəcək. Şəhərə gedəcək. Şəhərdə olan ola bilər kəndi bilmir. Onda deyir, o bütöv adam olmayacaq. Ona görə mütləq deyir, kim şəhərdədirsə, ailəsi şəhərdədirsə, uşaqları şəhərdədirsə, zəhmət çəkin, o uşaqları göndərir, getir, kənddə yaşasın, kəndin ruhunu başa düşsün. Kəndin ruhunu başa düşməsən, bu yarımçıq olacaq elə. Ona görə bu kənddən olan adamların yarımçıq olmaq təhlükəsi yoxdur. Üstəlik, gəlib şəhərdə yaşayanda da belə deyək ki, Vahid bizim Xəzər Universitetində də xeyli çalışıbdır. Bizim Xəzər Xəbər jurnalında çalışıbdır, seminarlarda çıxış edibdir, məlumatlar edibdir, dərs edibdir. Çox yaxşı tanıyırlar Vahid orada, çox sevirlər. Həmişə də məclislərimizdə qalır. Mən uğur arzu edirəm. Məsələn, mənim deyək kimi 70 yaş balaca yaş dedik ki, İndi yanımıza düşür Səmədqulunun 50 yaşı deyir, ya bu sifətlər zədə baxırsan ki, qoca kişidir da deməli. İndi 50 yaş çox gənc bir yaşdır. Üzeyir Hacıbəyov 27 yaşında, olmasın, bu olsun 27 yaşında yazmışdı. 27 yaşında yazır ki, 50 yaşında kişi bir qızla gedir, evlənirsə, neyse fikirləşir ki, 50 qalmışdır. Hər şey bu, burada qeyri-adi bir şey yoxdur.
mən yerdə çünki məktəbdə oxuyanda yadıma düşür ki, mənim 16 yaşım var idi, 10-cu sinifdeydik. Bizdən bir qız var idi, 4 yaş yuxarı idi, 20 yaşı var idi, Xurama. Sinifimizdə bəli. Birdən dedilər ki, Xurama ərə getdi, götürüb qaçdılar. Kimə getdi, dedilər, bir yaşlı bir kişi gəldi, 30 yaşında. Bizə elə gəldi ki, adam 20 yaşında, adam durub 30 yaşında qada gedib ki, yaş nisbə anlayışı o zaman elə görünür. Sonra yaşlaşdıqca yaranda görürsən ki, bu yaşla bir şey deyilmiş. Bu, bizim bir fizikin, Abdullah Muxtarovun 85 yaşını keçirirdilər Bakı Dövlət Universitetində. Onun bir tərəfə Dağıstanlıdır. Oradan gəldilər, hədiyyə verirlər, o biri çıxdı, dedi, Abdullah mənim, sizə arıca verir ki, 100 yaşınız. O biri bir adamda 100 deyir, bana dur, sən mənim yaşıma niyə məhvədiyyət olsan? Mən 110 yaşındasın. Nə başlayırsa 100-yə götürür, mən 100-ə yaxınlaşdıqca qorxulu olur artıq sən 100 yaşındasın. Ona görə, indiki dövr gözəldir, kim də gözəldir. İnsanlar, mən belə düşünürəm ki, insanlar qarşıda bir get-gedə 150 zat yaşaya biləcəklər. Xoşbəxt yaşa, sağlam yaşa. Təbrik edirəm. Çok sağ olun. Teşekkür ederim. Biz de sözü verir. Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin polkovniki, siyasi şərhçi Reşad Həsənov. Çok sağ olun hocam. Aziz dostlar, büyük benim aziz dostum. Vahid müəllim mən 64-cü tutarlıyım. Yəni 70 yaşında var idi. 64-61-ci ildən biz məktəbə, orta məktəbə yerinə getmişik. Mən 1 yaş varkən kiçiyəm. O zaman əmim oğluna qoşulub məktəbə getmişəm. 5 yaş 6 aylıq məktəbə həvəslənib getmişəm. Və Vahid xidmət lisesində olmuşam. Sonradan 3 aydan sonra mənim adım jurnala yazıb. Vadiyə belə çatmıram. O zaman yazırdım. Yəni 10 il bir yerdə oxumuşuq. Vahid orta məktəbdə də oxuyanda. Həm yaxşı şagird idi, əlaçı şagird idi, həm idmançı idi. Biz həmişə bir yerdə olmuşuq. Tədbirlərimiz biri olub. Sonra talelə gətirdi ki, mən də Universitetin Jurnalist Fakültəsini qəbul olanda Vahid müəllimdən bir otaqda Sovetskidə Qəddiri 75-də biz kirayə işini almışıq. Və 3 il orada biz kirayə işini almışıq. Həmin bizim dostumuz Muxtar müəllim, İmanov, Nizaməddin Şəmsadə və digər dostlarımız həmişə bizim evə gələrdi. Vahidlə biz tələbətçilik dövründə yaxşı əl qabiliyyətimiz var idi. Yemək zat pişirik. Kənddən gələndə Allah rəhmət etsin apasına. Əl qabiliyyəti başqa şey deyilmiş. Yemək pişirik. Və dostlar bizim otağa yığışardı həmişə. Yəni o zamanlar da Muxtar müəllim, həmən bu indiki bizim dostumuz, Muxtar müəllim o zamanlar dost eləmişdik və doğrudan da bizim həyatımız, talihimiz həmişə bir yerdə olub və sonra Vahid aylar bu həyat qurub mənim əziz bacım Qərəfil xanımla gözəl övladlarım dünyaya gəlir. Oğlum indi deyə danışıldı burada, Çampolat dünya çempionu oldu Həsən müəllim, karate üzrə. Özü getdi harada qutdu, Yaponiyada, Tokyo'da. Yəni bu doğrudan böyük bir şeydir, Çampolat buradadır. Ötən Çampolat və Vahidlə bu günə qədər bizim dostluğumuz, qardaşlığımız davam edir. Bizim çox səmimi həm də orta məktəb dostlarımız var. Biz Vahidlə o Qarayazı kitabını yazandan sonra və ya Hamid Məmmədxatın dediyi o Qarayazı kitabını yazanda da dəfələrlə görüşmüşük, məsləhətləşmişik. Vahid el, oba, nəsil, qapqapı gəzi olmayı məlumatları tutulurlar. Bütün nəsli əhatə edir. Gözəl bir bilgi qoydu. Allah rəhmət etsin Camal müəllim. Camal müəllim hamımızın ağsaqqalımız idi. Vahidə dedi ki, sən Qarayazı kitabını yazmaqla özünə heykəl qoyarsan. Doğrudan da biz ona şahidik ki, Vahid məhsul Qarayazı kitabını yazmaqla, sonradan borçalı yazmaqla özünə heykəl qoyarsan. Və bu gün də Vahid müəllimin akademiyada gecə gündüz yorulmadan çalışması, elmi işləri bizim hamımız gözümüzün qabağındadır. Qafqastan Şuraslıq İnstitutunda Vahid müəllim işləyərkən sonra institut bağlandı. Onların elmi hesabatı idi. Vahid müəllimin bir neçə kitabı, Gürcistanla bağlı bir neçə kitabı orada müzakirə olunurdu. Elə Muxtar müəllimə biz Vahid müəllim bizi dəvət eləmişdik. Biz orada doğrudan da gördük ki, çox böyük işlər gördük. Və bu kitablar da birbaşa prezident aparatının
deməli, qərarla çap olunub. Çünki çox vacib kəslardır. Biz o deməli, Vahid müəllim gördüyü işi, həmin institutun gördüyü işi xeyli tərqlədik. Aradan biraz keçəndən sonra institutu bağladılar. Sonra Vahid müəllim o şey idi də, profesör kim idi? Musa müəllim. Musa müəllim Ali Sovetə müəllim, Milli Məclisə müəllim seçildi. Ona görə sonra olanı bağladılar, institutu bağladılar. İndi fəlsəfə üzrə verildi. Yəni Vahid müəllim doğrudan da insan kimi, dost kimi, burada da bizim dostlarımız Ağa müəllim, Mehmet müəllim oturublar, uşaqlıqdan olan dostlardır. Bir gün də gəliblər Vahid müəllim tədbirinə iştirak edib. Vahid müəllim həm yaxşı dostdur, yaxşı yerlidir, yaxşı Azərbaycanlıdır. Azərbaycanın tərəfini hər yerdə qoruyub saxlayır. Mən Vahid müəllim sənə uzun ömrə arzulayıram, can sağlığı arzulayıram, uğur arzulayıram. Sağ olun. Sağ olun. Sağ olun Rəşad müəllim. İndi isə söz verilir Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnografiya və Antologiya İnstitutunun aparıcı elmçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əsəd Əliyev. Buyurun. Vahid müəllim bütöv bir şəxsiyyət. Bütöv şəxsiyyəti, bütöv əsəri olur. Onun məqalələri olur, əsərləri olur. Mən sadəcə qara yazılarından, çünki qara yazılarının yazılması mənim özüm qarşısında olur. Bu kənd gəzməyi, ailə gəzməyi, ağsaqqalla, qarasaqqalla, aparsayda görüşür. Və hər nəslin tarixini yazıya gətirməyi Vahid müəllim